Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə çox maraqlı bir sual izahına baxaq. ABC bərabər tərəf üsbüzaq G aralıq mərkəzdir və yuxarıda verilənlərə görə rəngli hissənin sahəsi bizdən soruşulur. Deməli, birinci növbədə müəllimlər burada diqqət edin ki, bu bir bərabər tərəf üsbüzaqdır və perimetri 24 götürürsünüzsə, biz bilirik ki, bütün tərəflər bərabərdir. 3A bərabər 24 götürürsü olaraq qeyd olunsa, bir tərəfinin qiyməti 8 götürürsü olduğunu deyə bilərik. Daha sonra G nöqtəsi medianların kəsişmə nöqtəsi desək əgər və mən buradan 3-cü medianı da çəksəm, bilirəm ki, sahələr 6 bərabər hissəyə bölünür. Biz bunu bilirik. Və bizdən istənilən diqqət etsəz görərsiniz ki, buradakı rəngli hissədir və eyni şəkildə buradakı rəngli hissənin toplamı istənilir. Bu cür suallarda mütləq ki, sürüşdürmə etməyə diqqət etməlisiniz. Mən buradakı rəngli hissəni əgər sürüşdürə bilərəmsə, digər tərəfə, yəni bu hissəyə baxın, məndir. Mən rəngli hissəni bu tərəfə doğru sürüşdürə bilərəm. Yəni aşağıdakı iki hissi tapmayım, yuxarıdakı iki hissi tapmam onsuz da eyni şeydir və yuxarıdakı mavi ilə birləşəndə əslində diqqət etsəz görərsiniz ki, mərkəzi G olan, biz bilirik ki, bərabər tərəf üsbüzağın xarici şəklən çevirən mərkəzi aralıq mərkəzinə düşür. Həmin o G çevrənin mərkəzi olmuş olur və bu artıq dairə sektorunun sahəsi, bizdən istənilən dairə sektorunun sahəsi olmuş olur. Bunun sahəsini tapmamız üçün də biz bilirik ki, bu bərabər tərəf üsbüzaqda bu medianlar həmçinin təmələn funksiyası daşıyırlar və ona görə də bu buzaq əgər 30-dursa, digərində 30 dərəcə olduğunu qeyd edə bilərik. Avtomatik bu 60 dərəcədir xarici buzağa görə. Üst buzağın daxilindəki iki buzağın cəmi çöldəki xarici buzaq olan 60 dərəcəni verir. Eyni şəkildə digəri üçün də bu 30-dursa, bu da 30-sa, digər tərəfdə 60 dərəcə olur və diqqət etsəz burada görərsiniz ki, 60 dərəcəli bir dairə sektoru alınır. Və bu hissə də bizə böyük tərəf hər zaman xarici çəkilən çevirən radiosudur. Balaca tərəf isə hər zaman daxili çəkilmiş çevirən radiosu olmuş olur. Və xarici çəkilən çevirən radiosunu tapanda düsturumuz A kökdə 3 bölünsün 3 olduğunu bilirik. 8 kökdə 3 vur kökdə 3 da bölünsün 3 bizə xarici çəkilən çevirən radiosunun 8 olduğunu tapmış oluruq. Artıq buradan da qeyd etdiyimiz kimi 120 dərəcəli dairə sektorunun sahəsi bizə lazım idi. S bərabərdir pi vurulsun r-in kvadratı vur alfa bölünsün 360 dairə sektorunun sahə düsturunu qeyd etdik. Pi vurulsun 8-in kvadratı vur 120 bölünsün 360. Bu da bizə təbii ki 64 pi bölünsün 3 qiymətini vermiş oldu. Cavab D variantı. Növbəti suallarda görüşərik. Hər sağ olun.